siyasi şərhçi Rəşad Bayramov bizimlədir. Xoş gəlmisiniz Rəşad bəy. Xoş gördük. İlkin olaraq başlayaq Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqından imtina məsələsinə. Düzdür, Nikol Paşinyan bunu seçkilərlə əsaslandırır ki, seçkiyə görə gələ bilmirəm. Həm Rusiya prezidentində qeyd edib, bundan öncəki səfər çərçivəsində və indi də yenidən bir növ xatırlatma edib. Bəs yaxşı, reallıq əslində nə etməyə əsas verir? Burada Avropa İttifaqının diktəsi, təzyiqi də varmı Nikol Paşinyanın ora getməməsi üçün? Prinsip etibarilə indiki mərhələdə Paşinyanın ora getməməsi həm belə deyək, Avrasiya İqtisadi İttifaqının o qədər də əhəmiyyətli olmadığı vurğusunu yaratmağa hesablanıb. Yəni, başqa sözlə, təbii ki, bu günlər olduqca əhəmiyyətlidir. Yəni, tam əhəmiyyətli olmasaydı, heç müavinini də həmin tədbirdə iştiraka göndərməzdi. Amma eyni zamanda müavini göndərməklə də onu demək istəyir ki, hələ ki, yəni bu təbii ki, artıq Avropa İttifaqına belə deyək, mesajdır. Yəni, mən hər nə qədər Avrasiya İqtisadi İttifaqından seçim qarşısında qalsam, Avropa İttifaqını seçəcəyəmsə də belə, amma indiki mərhələdə mənim Avrasiya İqtisadi İttifaqından imtinam faktiki olaraq imkansızdır və mümkünsüzdür. Ona görə də biz bu münasibətləri davam etdirmək məcburiyyətindəyik. Yəni, belə baxanda həqiqətən də Ermənistanın başqa çıxış yolu yoxdur. Yəni, indiki mərhələdə başqa çıxış yolu yoxdur. Çünki ölkə iqtisadiyyatı böyük ölçüdə Avrasiya İqtisadi İttifaqına inteqrasiya olunmuş səviyyədə inkişaf eləyir. Yəni, bu və ya digər şəkildə əsas ticarət dövriyyəsi Avrasiya İqtisadi İttifaqının üzvü olan dövlətlərlə həyata keçirilir. Məhz Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü hesabına bu günləri sadələşdirilmiş kömrük proseduru həyata keçirilir, aşağı vergi prosesi həyata keçirilir və bundan yaralanır. Bu gün hələ ki, bunun alternativi qurulmayıb. Yəni, Ermənistan hər nə qədər öz yolunu Avropa İttifaqına, qərbə doğru elan etsə də, amma bu günləri hələ ki, o potensial, yəni cəsarətən də belə desək, həm də tam hüquqlu üzvlük yoxdur deyənə alternativ yoxdur faktiki olaraq. Ona görə də bu və ya digər şəkildə hələ ki Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri saxlamaq məcburiyyətindədir Ermənistan hakimiyyəti və bunu da eləyir. Sabah bir alternativlər formalaşacaqsa, tutaq ki, mən hələ Avropa İttifaqının üzvlük məsələsini bir kənara qoyuram. Çünki bu doğrudan da uzun bir prosesdir və Ermənistan Avropa İttifaqının tam hüquqlu üzvü olmaq üçün bir sıra prosedurlara həyata keçirməlidir ki, bu da olduqca böyük vaxt deməkdir. Amma sabahları Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması, Türkiyə iqtisadiyyatının Ermənistana daxil olması, bu və ya digər şəkildə Ermənistanın Rusiyaya olan enerji məhsullarından asıllığının aradan qaldırılması ki, bu Azərbaycan və Türkiyə vasitəsilə çox rahat şəkildə həyata keçirilə bilər. Yəni, bunlar baş verəcəyi halda təbii ki, yekunda Paşinyan və onun hakimiyyətinin Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçimdə ikinciyə üstünlük verəcəyi daha real görünür və bunu Rusiya tərəfi də bilir. Ona görə də indi davamlı şəkildə bu cür təhdidlər, bu cür bəyanatlar və s. ona hesablanıb ki, maksimum şəkildə ən azından indiki mərhələdə məhz qeyd etdiyimiz kimi Avropa İttifaqının təsiri və təzyiqləri fonunda Ermənistan indi bu addımları atmasın. Yəni, KTMD-dən çıxmaq haqqında bəyanat verməsin, Avrasiya İqtisadi İttifaqından çıxmaq haqqında bəyanat verməsin. Yəni, maksimum şəkildə proses uzansın. Nəticə etibarilə Rusiyanın indiki mərhələdə, yəni başı Ukrayna böhranına qarışdığı bir vaxtda əlavə bir problemlər ortaya çıxmasın. Sabahları tutaq ki, Ukrayna məsələsi öz həllini taparsa, ondan sonra artıq Ermənistan istiqamətində bu və ya digər şəkildə daha real təzyiq və yaxud da digər rıçaqlardan istifadə edə bilər. Bu günləri bunları edə bilmir. Faktiki olaraq bunları edə bilmir. Çünki bu günləri o təsir Ermənistana, o təzyiq rıçaqlarından istifadə əks effekt verə bilər və əks təsirə bərabər ola bilər. Amma nəzərə alsaq ki, siz az öncə qeyd elədiniz ki, Avropa hələ o səviyyədə deyil ki, Ermənistana həm iqtisadi baxımdan yardım etsin, həm də Ermənistanın ümumiyyətcə Avropaya inteqrasiyası bu qədər sürətli olsun. Görünən odur ki, hələ Rusiya bir növ buna arxayınlanır. Siz dediyiniz kimi bir növdə digər tərəfdən Ukrayna məsələsini həll etməyə çalışır. Təzyiq altında saxlamağa, daha çox Paşinyanı bu dövr üçün təzyiq altında saxlamağa. Amma görünən odur ki, gərginlik yenə də formalaşır. Gələn bəyanatlar olsun. İndi Martakosdan bir qədər öncə açıqlamanı da mən bölüşdüm. Deyir ki, bu Ermənistan xalqının verə biləcəyi bir qərardır Rusiyanın təzyiqlərinə baxmayaraq ki, təzyiqlər də kifayət qədər çoxdur. Müxtəlif şəxslər üzərindən biz bu bəyanatların hamısını gördük ki, Ermənistanın bu qərarı Avropaya meylləyib Rusiya ilə olan münasibətlərə ciddi şəkildə təsir göstərəcəkdir. İndi bunu sadəcə hələ ki bir blöf kimi
qəbul edə bilərikmi? Yəni bəyanat xarakterli, ciddi bir addıma gedilməzmi? Xüsusən də bu parlament seçkisi ərəfəsində. Baxın, nə Ermənistan tərəf indi ciddi addımlar atmaq imkanında deyil. Hər nə qədər ritorika sərtləşsə də, hər nə qədər Ararat Mirzoyan lazım olanda biz seçimimizi edəcəyik kimi bəyanatlar versə də və yaxud da Paşinyanın dediyi kimi bizim yolumuz qərb yoludur desə də, bu günləri Paşinyan hakimiyyəti Rusiyanın qırmızı cizgilərini keçə biləcək hər hansı bir addım atmayıb hələ ki. Bəyanatlardan savayı, yəni real addımlar ortada yoxdur. Eyni şey Rusiyada aiddir. Rusiya tərəfi də ayrı-ayrı belə deyək, şəxslərin dilindən və yaxud da media vasitəsilə o gün biz Uşakovun da bir bəyanatını eşitdik, iki stulda oturmaq siyasəti ilə bağlı. Misirçiliyin bəyanatları olub, digərlərinin bəyanatları olub. Yəni faktiki olaraq və ən sonda elə Putin özünün də bu və ya digər şəkildə çağırışları və bəyanatları oldu. Amma yenə deyirəm, bunlar bəyanatlar səviyyəsində də qalır. Rusiya tərəfi də bu günləri real addımlar atmaq, belə deyək, bıçaqlarından istifadə etmir. Yəni, Rusiya, baxın, Rusiya bu günləri Ermənistanla bağlı qəti qərarlar qəbul etmək istəsəydi, Ermənistanın KTMT üzvlüyünü dondurması və yaxud da KTMT-nin maliyyələşməsində iştirak etmədiyini əsas gətirərək, ən azından KTMT üzvlüyü ilə bağlı hər hansı bir xəbərdarlıq, hər hansı bir, nə bilim, bloklanma, onun fəaliyyətinin və s. ilə bağlı bir qərar verərdi ən azından. Bu baş vermir. Digər sahələrdə də bu baş verməyəcək. Çünki, bayaq qeyd elədim, bu günləri Ermənistan daxilində Rusiya bağlı təkcə siyasi qüvvələr yox, həm də o siyasi qüvvələrin arxasında hələ də yolu Rusiya ilə birgə addımlamaq istəyən bir kütlə var. Bu günləri Rusiya tərəfindən aktiv rıçaqların işə salınması, təzyiq rıçaqlarının, yəni tutaq ki, enerji qiymətlərinin artırılması ilə bağlı bir qərarın verilməsi faktiki olaraq həmin kütlənin Rusiyadan uzaqlaşmasına yatırıb çıxaracaq. Çünki onlar bunun acı nəticələrini öz üzərlərində hiss eləyəcəklər. Qiymət artımı baş verəcək, istehsal prosesində problemlər yaranacaq və s. ki, bu da birbaşa seçiciyə təsir eləyəcək. Bunun da günahkarı kim olacaq? Rusiya olacaq ki, bu metodlardan istifadə elədi, enerji qiymətini qaldırdı və s. və ilə. Ona görə Rusiya da bu dəqiqə bəyanatlardan o yana gedib konkret addımlar atmaq imkanında deyil. Bəs yəni birbaşa fərd üzərinə köklənsə, fərd dediyim təbii ki, burada Paşinyan üzərinə onsuz da köklənibdir Paşinyan üzərinə. Yəni sən bugün Paşinyanın belə deyək qarşısına bir neçə alternativ qoyursansa, özünə yaxın olan Köçəryanı qoyursansa, Karapetyanı qoyursansa, Qarik Sarukyanı qoyursansa, bu faktiki olaraq mən Paşinyanı istəmirəm deməkdir. Yəni bunun başqa bir belə deyək, anlamı yoxdur. Təbii ki, Rusiya bu günlər maksimum şəkildə Paşinyanın dəyişilməsini istəyir. Amma bunun üçün real imkanlar varmı? Rusiya da bilir ki, bunun üçün real imkanlar yoxdur. Ona görə də Rusiyanın bu günləri prioriteti faktiki olaraq seçki dəyişikliyi baş verməsə belə, ən azından növbəti parlamentə Rusiyanın maraqlarını belə deyək, müdafiə eləyə biləcək indikindən daha fərqli və daha çox deputat salmaqdan ibarətdir ki, Paşinyan davamlı təzyiq altında saxlanılsın. Buna, belə deyək, nail ola biləcəkmi? Düşünürəm ki, bu dəfə parlamentə düşən, belə deyək, qüvvələr, yəni Rusiyaya bağlı olan qüvvələr, bundan əvvəlki parlamenti olanlardan nisbətən daha, belə deyək, çox olacaq say etibarı ilə. Amma Paşinyanın, belə deyək, baş nazir olmasının qarşısını ala biləcəkmi? Ala bilməyəcək. Birincisi ona görə ki, çıxarılan namizədlər, ortaya qoyulan namizədlər o namizədlər deyil. Yəni, bu günlər Samvel Karapetyanın faktiki olaraq baş nazir olmaq kimi bir ehtimalı yoxdur. Onun ikili vətəndaşlığı qalmaqda davam eləyir və Ermənistan qanunvericiliyinə görə son 4 ildə Ermənistan ərazisində yaşayan şəxs deyil. Bu bir kənara atılır. Sarukyanın baş nazir olma ehtimalı ümumiyyətlə mümkün olmayan bir şeydir. Onun hələ sonacan Köçəryan və yaxud da Karapetyanın yanında qalmağı özü belə şübhəlidir. Çünki adam ancaq şəxsi maraqlarından çıxış eləyən bir şəxsdir. Sabahlar Paşinyan tərəfindən ona yaxşı bir təklif olunacağı halda çox rahat şəkildə düşərgəsini dəyişə biləcək potensiala malik biridir. O ki, qaldı Köçəryana. Köçəryanla bağlı da erməni ictimai rəyində o dərəcədə mənfi və negativ münasibətlər indiyə qədər köklənib ki, onun, belə deyək, baş nazirliyi dövründə və yaxud da onun baş nazirliyi namizədliyi halında kütlənin böyük əksəriyyətinin bu və ya digər şəkildə həmin o qrupun əleyhinə səs verəcəyi, yəni başqa sözlə bu günləri Köçəryan, Paşinyan nə edir? Paşinyan faktiki olaraq ona işarə eləyir və ictimai rəyə onu təlqin eləməyə çalışır ki, baxın, Samvel Karapetyan baş nazir ola bilməyəcək. Faktiki olaraq onda baş nazir kim olacaq? Baş nazirin
Köçəryan olacaq. O baxımdan Köçəryanın baş nazirliyini istəməyən, hər nə qədər Rusiyaya bağlı kütlə olsa belə, Rusiyanın maraqları ilə öz maraqlarını uyğun hesab edən revanşist, radikal və s. Kütlədən başqa axı bir belə deyək, Rusiya ilə münasibətlərin qopmasını istəməyən neytral bir kütlə də var ki, onlar üçün Samvel Karapetyanın tutaq ki, baş nazirliyi daha məqbul ola bilərdi. Amma Samvel Karapetyan ola bilmirsə, baş nazir Köçəryanın olma ehtimalı varsa, o kütlənin, yəni deyirəm, buradan uzaqlaşma ehtimalları da var ki, Paşinyan da onu oynayır və davamlı şəkildə bu istiqamətdə təbliğatını qurur. Bu günləri faktiki olaraq Ermənistanda seçkilər, belə deyək, iqtidar və müxalifət arasında seçkilərdən çox Rusiya ilə Qərb arasında bir mübarizə meydanına çevrilib. Bunu Rusiya da gizlətmir, bunu Qərb də gizlətmir. Qərb bütün institutlarını yenidən səfərbər eləyib, bilirik ora. Onsuz da əvvəldən bir mülki müşahidə missiyası adında bir qrup sərhəddə fəaliyyət göstərirdi. İndi faktiki olaraq ikinci bir missiyada yaranıb, gələ biləcək, üçüncü tərəfdən gələ biləcək təhdidləri, dezinformasiyanı və s. neytrallaşdırmaq üçün yeni bir qurum da faktiki olaraq ortadadır. Və faktiki olaraq bu iki qüvvə Moldovada olduğu kimi üz-üzə gələcək, Macaristanda olduğu kimi üz-üzə gələcək və nəticə etibarilə bu günləri Ermənistanda seçkilərə və seçicilərə təsir baxımından hər iki belə deyək, paytaxt, həm Brüssel, həm Rusiya maksimum əllərindən gələni ortaya qoyacaqlar. Amma indiki mərhələ onu göstərir ki, rəqiblərin faktiki olaraq zəifliyi, yəni Paşinyan rəqiblərinin zəifliyi, kütlənin böyük ölçüdə demirəm tam olaraq, amma böyük ölçüdə Avropa meyilli siyasət tərəfdarı olması. Erməni toplumu nədir? Köçəri toplumdur da. Ora gedim, işləyim, bura gedim, Avropa ilə vizasız gediş-gəliş imkanlarım olsun, gedib orada rahat işləmə imkanım olsun və s. kimi düşünən bir toplumdur. O baxımdan indi ta Rusiya əlverişli bazar deyil. Rusiya iqtisadiyyatının vəziyyəti ortadadır. Avropaya meyillənməyə cəhd göstərən bir toplumdur. O baxımdan Paşinyanın şansları kifayət qədər indi üstün görünür. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Rəşad bəy təhlilləriniz üçün. Bir daha xatırladım, hörmətli tamaşaçılar, siyasi şərhçi Rəşad Bayramovla